Gəncə şəhərində eşeğe cərimə gəlir. Mega sığortadan. Bax, mega sığortadan. Eşeğe cərimə gəlir. İndi qardaş, danış görək nətər olur. Qardaş, eşek yolu keçdiyi yerdə bu həmişə zivir aparır. Bu körpə uşaq həmişə zivir aparır. Opsi qardaşınla. İndi opsi qardaş ev... Ondan elə bir opsi uşaqdan bu uşaq yolu belə keçdiyi yerdə zivir apardığı yerdə bir maşın gəlib uşağı vurubdu. Bax orada vurub, bax orada. Burada maşının biri belə gedir, biri belə gəlir. Eşek burada qırmızıda nətər keçə bilər? Bax, eşek burada qırmızıda keçə bilər. Maşınlara baxın, qırmızıda eşek nətər keçə bilər? Eşek yolu buradan keçib, o izə keçdiyi yerdə, bax o svetoforun opsi küncündə bu tərəfdən, İmamzada tərəfdən gələn maşın bəhs sürərək vurub. Bu eşek deyildi, başqa eşekdir. Amma araba, bax bu aravadır. Burada da görsəniz qırıb təzədən su arxalanır. Yəni bu eşeğin yerinə uşağı öldürə bilərdi. Bir bu uşaqdır, bir də qardaşıdır. İndi de görüm nətər olub, kim cərimə yazıb, iş kimdə olub? Supa müəllimdə qayda, Gəncə şəhərində elə bir Supa müəllim qayda. İndi eşeğə nə qədər cərimə gəlir? Eşeğə baxın da müəllim, 330 manat eşeğə cərimə yazırıqdır. Bu birinci səbəb görürəm ki, eşeğə 330 manat cərimə gəlir. Ha, bura Azərbaycandır. İndi burada bir şey qeyd eləmək istəyirəm ki, Gəncə Azərbaycanda Paşa sığortadan başqa heç bir sığorta düzgün işləmir. Xahiş edirəm Azərbaycan hökuməti nəzərə alasınız, bütün sığortaları ləğv eləyib Paşa sığortanı da saxlayasınız. Bu sığortalar nəyə lazımdır? Yalandan eşeğe cərimə gəlir, harda görünüb eşeğe? Bə nətər oldu qardaş sağa gəldi? Sən yaxşı, bu nə bilirlər ki sən? Mən burada olmamışam, uşaqdan soruşub, uşaqdan deyib ki, atanın nömrəsini verib, uşaq verib, mən də burada olmamışam. 3 gündən sonra, 4 gündən sonra yaxınlaşıb qayıya Supa müəllim yanına. Supa müəllim dedi, nəyə gəlirsən, bura nədir, get, mənlik deyir. Supa müəllim başından elədi. Və sonra o maşın şoförü sağ nətər deyir? Maşın yasının nömrəsinə zəng elədim ki, qardaş, dedim ki, qardaş, bu uşağı vurubsan, belə tutmasan, araba, eşeğim gəlib qapıda ölübdür. Bu 330 manat cərimə göndərdi. Deyib Supa müəllimə mən işimi həll eləmişəm. Get Supa müəllimin yanına. Mən də Supa müəllimə yaxınlaşmışam. Supa müəllim mənə qapı qaydan şöbənin içindən Və hansı hara müraciət eləyibsən? 102-yə də çıxmışam, amma işimə baxan yoxdur. 960-yə də 61-ə də çıxmışıq. Yəni işimizə baxan yoxdur. 330 manata cərimə gəlib. Bəs 5-10 dəfə sonra hara çıxıbsan? Birin 102-yə çıxmışam. Sonra 161-ə də çıxmışam. Sonra da nə bilim 961-ə də çıxmışam. Mənim bu işimə baxan yoxdur. Hələsinə bəs o. Eşek, onu da bildirim ki, eşek bu eşek olmuyor. Araba eyni aravadır, svarkalanıb düzəlib. Eşek ölüb, indi bu ayrı eşekdir. Yəni eşeğin yerinə bir bu uşaq olub, bir də bundan yeşə qardaşı. Burada indi